Yosharish va yangilanish bayram bo'lgan Navruz olam barcha turkiy xalqlar orasida juda keng nishonlanadi. Mana bugun ham Haydar Aliyev nomidagi Ozarbayjon madaniyat markazida Ozarbayjondan kelgan mashhur san'atkorlar ishtirokida Navruz ayyomi nishonlanmoqda. Mübarek olsun, mübarek olsun, Navruz bayramınız mübarek olsun, mübarek olsun. Novruz bayramı Azərbaycan və Özbəkistan xalqlarını birləşdirən bir mədəni dəyərdir, mənəvi dəyərdir və xalqlar arasında bir körpü rolunu oynayır. Və bilirsiniz ki, Azərbaycan və Özbəkistan arasında bugünkü əlaqələr, qardaşlıq, dostluq münasibətləri ən yüksək səviyyədə inkişaf edir. Bunun üçün biz cənab prezidentlərimizə, cənab İlham Əliyevə və cənab Şövkət Mirzəyevə teşekkür edirik ki, iki xalq arasında münasibətləri bu səviyyəyə çatdırmışlar və bizim də borcumuzdur ki, bu dəyərlərə sadiq qalaq və bu dəyərləri inkişaf etdirək. Təbii ki, Novruz bayramı Türk dünyasının bir böyük Turan elinin bayramıdır ki, Ozanlarda sumalak, yazık dasturxon, Navruz bayram mübarek, ey Azerbaycan, Navruz olam mübarek, ey Özbekistan. Bu günləri Heydər Əliyev adına Mədəniyyət Mərkəzində, məhz Heydər Əliyev Mərkəzinin rəhbərliyi ilə bu günləri biz Azərbaycandan bura 5 sənətçi təşrif gətirmişik. Xalq artisti Zabit Nəbizadə, əməkdar artist Xəyyam Məmmədov, əməkdar artist mən özüm Sahib Paşazadə və iki bizim çox istedadlı xanəndəmiz, müğənnimiz Ayşə Mehdiyeva və Orxan Cəlilov. Bildiyiniz qədər bilirsiniz ki, Azərbaycanla Özbəkistanın əlaqələri min illiklər bundan qabaq olmuşdu. Əlişir Nəvai və Nizami dövründən bu günə qədər davam edir və bu günlər isə bizim dövlət başçılarının sayəsində, onların dostluğu sayəsində, qardaşlığı sayəsində ən çiçəklənmə dövrünü yaşayır. Biz musiqiçi olaraq sevinirik ki, bu konseptlərə, bu dostluğa, bu belə deyək, qardaşlığın möhkəmləməsinə kiçik də olsa öz töhfəmizi verə bilirik bir musiqiçi olaraq, bir vətəndaş olaraq. Bu bizə çox sevindirir. Təbii ki, mən təşəkkürümü bildirmək istərdim. Biz hər zaman Özbəkistana gələndə, sizin qonaqpərvərliyiniz, sizin üzünüzdəki gülüşləriniz, sizin bizə olan məhəbbətiniz, dostluğunuz bizi çox sevindirir və biz hər zaman elə bilirik ki, həqiqətən də öz müsiklərini, öz qardaşlarımızın, bacılarımızın arasına gəlirik. Doğrudan da dilimiz bir, dinimiz bir, Özbəkistan dostluğu, Azərbaycan dostluğu, qardaşlığı həmişə inşallah əbədi olsun. Sonra vermiş vətənin nəşmini var, boymada hər təqarı görmüşəm, aşıq sanmışım, behini vermişəm. Mən bütün Türk xalqlarının, eləcə də Özbəkistanın, Azərbaycanın Novruz bayramını təbrik edirəm. Təbii ki, bizim özümüzə məxsus Novruz haqqında mahnılar çoxdur. Yeməklərimiz var, şirniyyatlarımız var. Yəqin ki, bugün burada da təqdim olunacaq. Bir qısa mahnı oxuyum onda, Novruza aid. Novruz gəlib, yaz gəlib, bir əlində saz gəlib, bir əlində xonçası, açıb gülün qönçəsi, bülbülə avaz gəlib, Novruz gəlib, yaz gəlib, bülbülə avaz gəlib, Novruz gəlib, yaz gəlib. Yurtimizda Navruz bayramiga atalgan mana shunday tantanalar hali davom etadi. Sizlar bilan Madaniyatnoma Aziz Imonberdi va Jasurbek Abdujalilov Madaniyat vazirligi matbuot xizmati.